Salam uşaqlar, hər vaxtınız xeyirli olsun. Mən bu gün istəyirəm sizlər üçün elektrolit dissosiasiyaya aid olan hesablamalar bölməsinin testlərinin izahatını verim. İlk olaraq birinci sualımıza baxırıq. Deyir, ferum 2 sodut 3 dəfənin 2 molunun tam dissosiasiyası zamanı neçə mol iyon əmələ gələ bilər? İstəsəniz ümumiyyətlə bunu elə maddənin üzərində də hesablaya bilərsiniz. Siz görürsünüz ki, buradan 2 dənə ferum və 3 dənə də SO4 əmələ gələcək. Cəmi neçə mol iyon vardır? 5 mol iyon vardır. Onda 1 molundan 5 mol iyon əmələ gəlsə 2 molundan neçə mol iyon olacaq? 10 mol. Amma ümumən isə biz bunu bu formada yazmalıyıq. Ferum 2 SO4 3 dəfə dissosiasiya eləyir. 2 ferum 3 müsbət, üstə gələk 3 SO4, 2 mənfi. Deyir, 2 molunun dissosiasiyasından deyir, neçə mol iyon, katyon və yaxud da anion mənə demir, cəmi neçə mol iyon, x mol. Gözüm görür 1 moldan əmsalına baxıram. 2 buradadır, 3 də buradadır. Toplayanda neçə mol iyon əmələ gəlib? 5. X-da buradan nə tapıram? Ona bərabər eləyirəm. Ardınca ikinci sualımıza baxaq, növbəti sualımıza baxaq. Görək növbəti sualımızda nə deyir? Deyir, ferum NO3 3 dəfənin 2 molunun dissosiasiyası zamanı cəmi neçə mol iyon əmələ gəlir? Baxın, ferum NO3 3 dəfə. Bax, görürəm bir dənə ferum var, 3 dənə də NO3 var. Cəmi neçə mol iyon var? 1 molunda. 4 mol iyon var. Bəs 2 molunda nə qədər olacaq? 8. Və yaxud da mən bunu belə yazmalıyam. Ferum NO3 3 dəfə. Baxıram, metal atomu turşu qalığı normal duzdur. Bir mərhələdə dissosiasiya eləyir. Ferum 3 müsbət, üstə gələk 3 NO3 mənfi və 2 molundan cəmi məndən iyonların sayını soruşur. Buna görə katyon və aniyonun ikisinin bir yerdə x mol iyon. Gözüm görür ki, 1 moldan əmsalı 1-dir. 1 buradadır, 3 də buradadır. Toplayanda cəmi neçə mol elədir? 4 mol. 2-ni də vurdum 4-ə, cavabım eləyəcək 8. Bu qədər sadə və bəsit. Növbəti testimizə baxırıq. Görək növbəti testimizdə nə deyir? Deyir ki, hər 200 molekuldan 170-i dissosiasiyaya uğrayan elektrolitin dissosiasiya dərəcəsi neçə faiz olar? Mən bilirəm ki, alfa bərabərdir. Dissosiasiya etmiş, bölünsün ümumiyə, vurulsun 100%. Düzdür. İndi nə deyir? Deyir, 200-dən 170-i dissosiasiya eləyibdir. Onda alfa bərabərdir. Dissosiasiya etmiş 170-dir. Cəmidə 200-dür. Vurdum nəyə? 100-ə. Bu da sənin cavabındır. İndi növbəti sualımıza baxırıq. Görək növbətdə nə deyir? Növbətdə deyir, dissosiasiya dərəcəsi 85% olan dissosiasiya dərəcəsi uşaqlar necə hesablanırdı düsturu? Alfa bərabərdir 85%. Dissosiasiya dərəcəsi dediyinə görə 85 yazıram. Elektrolitin hər 200 molekulundan, bu ümumidir. Ümumi bərabərdir 200-ə. Aha, deyir, neçəsi dissosiasiyadır? Dissosiasiya etmiş sual. Alfa nəyə bərabərdir? Dissosiasiya etmiş, bölünsün ümumiyə, vurulsun 100%. Buradan biz nəyə tapırıq? Dissosiasiya etmişi. 85-i vuracaqsan 200-ə, böləcəksən 100-ə. Bu qədər sadə və bəsit. Ardınca baxaq. Deyir, 2 mol kalium 3 PO4 duzun tam elektrolit dissosiasiyası zamanı neçə mol iyon əmələ gələr? Baxın, yazıram. Kalium 3 PO4. Yaza bilərsən ki, dissosiasiya edir 3 kalium müsbətə və PO4 3 mənfiyə. Amma neyinirsən? 3 dənə kalium, 1 dənə PO4 var. Cəmi neçə mol iyon var 1 molunda? 4 mol. Bəs 2 molunda neçə mol iyon olacaq? 2-ni vurdum 4-ə, cavab oldu 8. Ardınca növbəti sualımıza baxırıq. Deyir, reaksiyasında CH3COOH-ın qatılığı dissosiasiya sabiti necə dəyişər deyir, qatılığını artırdıqda. Ümumiyyətlə uşaqlar, mən kitabımda da bu barədə yazmışam ki, bunlar bir-birindən nə olmayacaq? Aslı olmayacaq. Yadınızda qalsın ki, hər hansı bir maddənin, belə deyək də, reaksiya daxil olan və yaxud da reaksiya alınan fərq eləmir, maddənin qatılığını artırdıqda, yəni burada artıq dissosiasiya sabiti dəyişməz olaraq qalacaqdır. 7-ci sualımıza baxırıq. Deyir, məhlulda sirkə turşusunun dissosiasiya dərəcəsi 2,8%-dir. Alfa bərabərdir nəyə? 2,8-ə. Aha. Deyir ki, bu məhlulda sirkə turşusunun hər bir molekulundan, demək, ümumi bərabərdir 1000-ə. Deyir, nə qədəri deyir, dissosiasiya etməmişdir. Etməmiş sayı bərabərdir sual. Mən də bilirəm ki, alfa bərabərdir dissosiasiya etmiş
bölünsün ümumiyə, vurulsun 100%. Düzdür? 2.8 bərabərdir. Dissosiasiya eləmiş qoy görüm nə qədərdir? Minindən nə qədər dissosiasiya edib ki, bu 2.8% eləyib. Bunlar ixtisar getdi. X də bərabərdir 28-ə. İndi nə edəcəm? Bu dissosiasiya edəndir. Edən. Cəmi nə qədərdir? Minindən, bax bu minindən 28-i dissosiasiya eləyib. Etməyəni nə qədər olacaq? Baxın, elə burada birbaşa yazacağım ki, etməmiş bərabərdir. Ümumi 1000. Çıxılsın etmişlərin sayı. Bu da sənin cavabındır. Keçdik növbəti sualımıza. Çətin deyil uşaqlar, görürsünüzmü? Düsturların tətbiqidir. Prosta diqqətli olmaq lazımdır ki, sənə verilən nələrdir bu baxımdan. Aha. Bir dəqiqə. Bunu yox eləyək. Aha. Keçdik növbəti sualımıza. Görək növbəti sualımızda nə deyir? Aha. Deyir ki, 1 mol natrium OH-ı suda həll etdikdə, məhlulda əmələ gələn iyonların ümumi mol sayı 9,100/10^23 olarsa, qələvinin dissosiasiya dərəcəsini hesablayın. Mən bilirəm ki, alfa bərabərdir, dissosiasiya etmiş, bölünsün ümumiyə, vurulsun 100%. Bax, bunu unutmayaq. Və uşaqlar, ümumiyyətlə, bax, mən sizə ən gözəl halda dissosiasiyaya aid olan hesablamalar bölməsi üçün açar söz deyəcəyəm. Məsələn şərtində görsən ki, 1 mol filan maddə suda həll edildi. 2 mol filan maddə suda həll edildi. Suda həll edilən, uşaqlar bəzən elə bilirlər ki, bu suda həll edilən bunun dissosiasiya etmiş mol miqdarıdır. Xeyr. Suda həll etdiyim bunun ümumi mol miqdarıdır. Onda mən baxıram ki, 1 mol natrium OH suda həll edilibsə, ümumi bərabərdir 1 mola. Aha. Deyir, bu zaman əmələ gələn iyonların ümumi mol sayı. Baxın, natrium OH dissosiasiya eləyəndə natrium müsbət, üstəgələ OH mənfi ayrılır. Aha. Və buradan deyir ki, əmələ gələn iyonların cəmi sayı, bu ikisi bir yerdə 9,100 vuraq 10^23 olarsa. Deyir, dissosiasiya dərsi, bax, bu alfanı istəyir məndən. Mən bilirəm artıq mənim. Ümumi miqdarım var. Baxın, uşaqlar, ümumi miqdarım var 1 moldur. Axı, mənim dissosiasiya etmişim yoxdur. Axı, etmişi bölsəm 1-ə vuraram 100-ə, bu da bunun dissosiasiya dərsi olur. Gəlin, görək, onda 9,100 vuraq 10^23 sayda iyon əmələ gələndə neçə mol natrium OH dissosiasiya eləyir? Gözüm gör 1 molu, bax, 1 molu, bax, mən ona görə 1 yazdım. 1 molu dissosiasiya eləyəndə 1 mol natrium, 1 molda OH. Neçə mol iyon əmələ gəldi? 2. Və 10^23 rəqam olduğu görə 6,2 vur 10^23-ə. 9,3 ilə, deməli, 6,2 içəndə 1,5 qalır. 1,5-i də 2-yə böləndə, deməli, 1,5-i bölürəm 2-yə, bu deyiləcək 7,5. Deməli, 7,5-i dissosiasiya eləyib, uşaqlar, 7,5 cavabı tapdım. 7,5-i dissosiasiya eləyib. Gətirirəm, burada düsturda yerinə qoyuram. Baxın, uşaqlar, buranı silək. Bu hissəni artıq mən silirəm. Və düsturda 7,5 dissosiasiya etmişdir. Baxın, burada alfa bərabərdir. Deməli, alfa bərabərdir. 7,5-i dissosiasiya eləyib, ümumisi nə qədərdir? 1 dənədir. Vuracağım 100-ə. Bu deyilir nə qədər? 75%. Başa düşdük. Çatdı mı izah? Düşünürəm ki, yəni çətin bir şey yoxdur. Asanlıqla rahat şəkildə tapmaq olar. Ardınca baxaq. Deməli, mən orada 7,5-i səhv hesabladım. Nəsə riyaziyyat səhv elədim uşaqlar. Bu 7,5 olmayacaq, 0,75 eləyəcək. Nəsə rəqəm səhv elədim. Bunda varanda 75 eləməlidir. Riyaziyyatına fikir verərsiniz. Ardınca keçsək növbətiyə. Bizə dəqiqə. Aha. Deyir, elektrolitik dissosiasiya dərəcəsi 80%dirsə. Deyir, elektrolitin dissosiasiya dərəcəsi 80%dir. Deməli, alfa bərabərdir 80%. Deyir, 1,25 mol natrium OH-ın həll edilmiş məhlulda neçə iyon əmələ gəlir? Həll edilmiş məhlul, həll edilmiş 1,25 mol. Bu, bunun ümumisidir, yadında qalsın 1,25. Gəlin, düsturdan alfa bərabərdir. Dissosiasiya etmiş, bölünsün, ümumi vuraq 100% deyil. Gəlin, buradan dissosiasiya etmişi tapaq. Deməli, 80-i vuracaq 1,25-ə, böləcək nəyə? 100-ə. Gəlin, görə burada cavab nə çıxır? 80-i vurdum 1,25-ə, böldüm 100-ə. Cavab elədi 1 mol.
Aha. Deməli 1 mol natrium OH dissosiasiya edib. İndi mən bunu silirəm. Bir dənə üzr istəyirəm. Hə. Mən indi bunu silirəm. Deməli 1 mol dissosiasiyaya məruz qalıbdır. Onda natrium OH-ı dissosiasiya eləyirəm. Natrium müsbət üstə gələk OH mənfi və 1 molu dissosiasiya eləyəndə deyir cəmi neçə mol ion əmələ gələr? X mol ion. Mol deyəndə əmsal yazılır. 1 mol, 1 üstə gələk 1, bunu da topladım. Neçə elədi? 2 mol ion. Cavabım da Avogadro ədədinə uyğundur deyə 6,2 vur 10-23 vururuz. Vəssalam. Bu da sənin cavabındır. Baxaq növbətiyə. Görək növbətdə nə deyir? Deyir, natrium xloridin tam dissosiasiyası nəticəsində 6,2 vur 10-23 sayda ion əmələ gəlmişdir. Gəlin baxaq uşaqlar. Deməli, natrium xlorid dissosiasiya eləyib, natrium müsbət üstə gələk xlor mənfi. Deyir, bu zaman 6,2 vuraq 10 üstü 23 sayda ion əmələ gəlmişsə, neçə mol natrium OH həll edilmişdir? Görək, neçə molu dissosiasiya eləmişdir? Vəssalam. Bir budur, bir də budur. Topladım neçə elədi? 2 vurulsun 6,2 vur 23 əmələ gələndə görürəm ki, 1 mol neyinib? Həll edilə dissosiasiyaya məruz qalmışdı. Keçdik növbətiyə. Deyir, 2 mol natrium OH tamamilə dissosiasiyası nəticəsində neçə mol ion əmələ gələ bilər? Baxın uşaqlar. Natrium xlorda 1 mol natrium 1 mol xlor əmələ gələcək 2-dir. 2-ni vurdum 2-yə 4. 4-ü də vururam 6,2 vur 10-23-ə. Və yaxud da belə yazmalıyam. Natrium xlorid dissosiasiya edir. Natrium müsbət üstə gələ xlor mənfi. Deyir 2 molundan neçə mol ion alınır? Kation və yaxud da anion istəmir. İkisini bir yerdə. Cəmi ion istəyir. Mən görürəm ki 1 moldan əmsalı 1-dir. 1 budur, bir də budur. Topladım 2 vurulsun 6,2 vur 10-23. Hesabla, bu da sənin cavabındır. Keçdik növbətiyə. Çətin mövzu deyil uşaqlar, maraqlı mövzudur. 1 mol kalsium NO3 dəfəni suda həll etdikdə, bax suda həll etdikdə, bu bunun nə miqdardır? Ümumi mol miqdardır. Düzdür, ümumi bərabərdir 1 mola. Biz deyək uşaqlar, bunun ucluq hissəsinin qalınlığını azaldıq. Aha. Deyir, bu zaman əmələ gələn ionlar. Gəlin baxaq. Kalsium NO3 2 dəfə dissosiasiya eləyir. Kalsium 2 müsbət üstə gələk 2 NO3 mənfi. Deyir, əmələ gələn ionlar. Bax, bu ikisi bir yerdə, kation və anion bir yerdə. 9,100 vura 10 üstü 23 olarsa, dissosiasiya dərəsini tap. Qoy görüm neçə molu dissosiasiya eləyib. Gözüm görür ki, 1 mola, əmsalı 1-dir. Bir dənə kalsium, 2 dənə də NO3, yəni 3 vurulsun 6,2 vur 10 üstü 23 alınır. Bu dissosiasiya etmişdir. Bax, etmiş. Həmən bu x-i buradan tap, tənasübü həll elə. X-i buradan tap, böl 1-ə, vur 100-ə. Bu da sənin cavabındır. Keçdim növbətiyə. Deyir, məhlul verilib, həcmi 0,4 millilitr. Buradan V bərabərdir, 1000-ə bölürəm, 0,4 litr elədi. Qatılığı da 0,5-dir. Bu məhlulun molunu taparam, çünki C bərabərdir, nü bölünsün, V düsturu var. 0,4-dür, 0,4-dür, vurdum 0,5-ə, bu elədi 0,2 mol. Aha, deməli bu maddə, bax, 0,2 mol, bax, 0,2 mol. X, xlor, N-in var. Bax, riyaziyyatdır. Xlor iyonlarının deyir mol sayı 0,6-dır. 0,2-ni N-ə vurublar, cəmi alıblar 0,6. Deməli, burada cavab bura nə imiş? 3 imiş. Bu qədər sadə və bəsit. Keçdik növbətiyə. Eynidir. Artıq bunu mən sizin öhdənizə buraxıram uşaqlar. Görək, indi özünüz eləyə biləsiniz ya yox. Bir dəqiqə. Deməli, 1, 2, 3. Bura gəlirik. Hə, 15-ə gəlirik. Görək, 15-ci sualda nə deyilir? Aha. Deyir, məhlullar üçün nə doğrudur? Hər iki qabda eyni sayda ion var. Qatılığı C verib 2, V-ni verib 1, C bərabər nü bölünsün V düsturu var. C bərabərdir nü bölünsün V düsturu. Buradan nünü tapıram ki, 2 vurulsun 1, 2 moldur. Demək, 2 mol ferrum, brom 3 var. Keçirəm bu birisinə. C-sin verib 2,
V'sin verib 2, nüsüd elədi neçə mol? 4 mol kalium bromid var. Все. Bax, mənim baxacağım işlər, bax, buradadır. Bax, buraları silirəm. Və salam, tapdığım maddələr bunlardır. Все. Bir görək nə deyir. Deyir, hər iki qabda eyni sayda iyon var. Mən baxıram ki, bir dənə ferrum, 3 dənə brom var. Topladım 4'dür, vurdum 2'yə, 8 iyon var. Bir dənə kaliumdur, bir dənə bromdur, 2 iyon olacaq. Vurdum 4'ə, 8 iyon. Aha, birincisi doğrudur. Keçirəm ikinciyə. Ferrum və kalium iyonların molekul qatlığı eynidir. Bəli, görmürsünüz, burada da 2 idi molekul qatlığı, burada da 2 deyib, bu da doğrudur. Ardınca hər iki məhlulda eyni sayda brom iyon var. Bromların sayına bax. 2'ni vurdum 3'ə 6, 4'ü vurdum 1'ə 4 elədi. Bu yanlışdır. Keçdik növbəti sualımıza. Deyək, qrafikdə baxaq. 0,1 molundan 0,2 mol x-dir, 0,3 mol da y-O4. Onda hər tərəfi burada 0,1 mola görədir. Onda hər tərəfi 10'a vursam, deməli bu maddənin 1 molundan 2 dənə x-im var, bura 2 eləyəcək, burada 3 eləyəcək. 3 dənə də nə olacaq? Y-O4'üm də 3 dənə olmuş olacaq. Görürsünüzmü nə qədər rahatdır? Məsələn, x2, Y-O4 3 dəfə. Bu dissosiasiya eləyəndə 2 dənə x əmələ gətirəcək. Görürsünüzmü? 2 dənə x. 3 dənə də y əmələ gətirəcək. Bəli, çünki cavabda 0,1'ə görə verilmişdi deyə. Biz hər tərəfi vurduq nəyə? 10'a və hesabladıq. Bax, növbətiyə. Deməli, şey olur. 1, 2, 3, 4. Yəqin olacaq, hə. 17-ci sualda uşaqlar eynidir. Artıq burada riyaziyyat işləyir. 0,3 mola deyir. 0,3 moluna 0,3 və 0,6'dır. Hər tərəfi 0,3'ə bölürəm ki, 1 mola gətirim. Buranı 0,3'ə böləndə buranı 0,3'ə bölürəm. Buranı da 0,3'ə bölürəm. Bu 1-dən eləyir. X-im neçədən eləyir? 2-dən eləyir. X, olacaq x2 y. Keçək növbətiyə. Deyir, x və y-in oxşaşma dərəcələri hansı halda doğru göstərilmişdir. Əslində, uşaq kimya müəyyən qədər yaxşı bilirsə, bilir ki, bu NH4NO2-dir. Bu birisi isə NH4NO3-dür. Yəni, bu formada yanaşa bilər. XH4XO2-dir. XH4-də x-in oxşaşma dərəcəsini tapanda XH4 deməli, müsbətdir başında. Hidrogenə yazacağım müsbət 1. Burada yazıram x. X üstə gələk 4 bərabərdir müsbət 1'ə. X də bərabərdir mənfi 3'ə. Deməli, x-ima mənfi 3 düşdü. Çünki burada mənfi 3'dür. X, O2 mənfidə isə 1'in mən hesablayacağım, digərsizlik olacaq. Mənfi 2 oksigendir. Buraya x yazıram. X çıxılsın 4 bərabərdir iyonun yükünə mənfi 1'ə. X də bərabər nəyə? Müsbət 3'ə. Yəni, bu formada. İkincisini də hesablamaq sizlikdir. Çətin bir şey yoxdur. Oxşaşma dərsi artıq biz bunu çoxdan keçmişik. Gəlin, baxaq növbətiyə. Deyir, 200 qram 49%-in H2SO4 məhlulunda olan SO4 2 mənfi iyonlarının sayını hesablayın. Alfanda 100 verib. 100 verəndə vurdum 100'ə, böldüm 100'ə eyni cavab çıxır. Deməli, uşaqlar, gəlin birincisi 200 qram 49%-də qoyum H2SO4'ün maddə olaraq kütləsi nə qədərdir? M maddə bərabərdir. 200'ü vurdum 49'a, böldüm nəyə? 100%-ə. Buradan M maddəmizi nə qədər tapırıq? Deməli, 49'u vurduq 200'ə, yəni ki, 98 eləyəcək elə, böldük 100'ə. Bu da elədi 98 qram. Aha. Mənə deyir ki, 98 qram sulfat turşusu məhlulunda iyonların mol sayını deyir, iyonların SO4 iyonlarının sayını müəyyən eləyin. Uşaqlar, biz nəyə diqqət eləməliyik? 98 qram H2SO4, elə emiri də 98'dir deyə. Nü bərabərdir 98 qram H2SO4'ü bölürəm 98 onun emirinə, tapıram ki, 1 moldur. 1 mol H2SO4'də də gözün görür ki, SO4'ün sayı nə qədərdir? SO4 bir dənədir. Vurdum 1'ə 1. Avogadro ədədi ilə də verilibdir deyə 6-2 vurun 23 yazsam. Eyni şeydir. Yəni, rahat bir yol. Keçdik növbətiyə 20-ci sualımıza. Deyir, 0,5 mol natrium 2 SO4 və 0,5 mol ferum 2 SO4 suda həlllikdə alınan məhlulda SO4 iyonlarının sayını hesablayın. İnşallah, əslində mən bir dənəsinin nümunəsini deyəcəm, digərini hesablamaq sizlik olar. 0,5 mol natrium 2 SO4 və 0,5 mol bu deyirsə, 0,5 mol natrium 2 SO4. Natrium 2 SO4. Dissosiasiya eləyəcək nəyə? 2 natrium müsbət üstə gələ SO4 2 mənfi. İstəsən heç üstə yazmaya bilərsən işarələri. Deyir, SO4 iyonlarının sayı X iyon. Gözüm görür ki, 1 moldan 6,2 vur 23 alınır.
İstəyirsənizsə ki, elə 1 mol yaz. Axırda cavabı gəlin 1 mol yazaq. Axırdakı cavabımızı toplayanda vurarıq 6,2 bronz. Bir dənə bunu tap. Bunu tapdım 0,5 mol. Keçirəm ardınca deməli 0,5 mol SO4 natrium 2 SO4-dədir. Deməli, burada oldu 0,5 mol. Bunda 0,5 mol SO4 oldu. 2 mənfi iyonu. Keçirəm buna. 0,5 mol ferrum 2 SO4 3 dəfə dissosiasiya eləyəndə alınır 2 ferrum 3 müsbət üstə gələk 3 SO4 2 mənfi. X mol iyon gözüm gör 1 mola isə 3 alınır. Burada isə cavabı tapdım 1,5. Aha. Deməli, bunda da SO4 1,5'dir. SO4'ün sayı. 1,5 ilə 0,5'i toplayaram. Cavabım da Avogadroya uyğundur deyə 6,2 bronz 23'e vuraram. Deməli, ardınca baxaq. Növbətiyə. Deyir ki, 1 mol sirkə turşusu suda həll edildikdə. Suda həll edildikdə. Deməli, ümumi bərabərdir 1'ə. Deməli, 3,1 vura 10,22 sayda hidrogen atomu. Sirkə turşusu CH3 COOH-dır. Bu dissosiasiyasında bir dənə H. Bu hidrogen çaşdırmasın. Bu radikalın tərkibində olan. Bax, bir dənə alınacaq. Onda deyir 3,1 vuraq 10,22 sayda iyon əmələ gəlibsə, 3,1 vuraq 10,22 saydadırsa, axı bir dənə hidrogen iyonun da mol sayı 6,2 vur 10,23'dür. Bölərəm və yaxud da ki, belə yazaram. CH3 COOH dissosiasiya edir. H müsbət üstə gələk CH3 COO mənfi. Yəni bu sənə biraz bəşir dediyim çətin gələ bilər. Göstərəndə tutarsan söhbəti. Aha. Deyir bu zaman 3 tam. Deyir bu zaman 3 tam %1 vuraq 10⁻22 sayda hidrogen əmələ gəlib. Qoy görüm neçə mol dissosiasiya eləyib. Gözüm gör 1 mol dissosiasiya eləyəndə, yəni 1 mol hidrogen, o da 6,2 vur 10⁻23'dür. Bu tapdığın dissosiasiya etmiş. Həmən bu x nə tapacaqsansa bu tənasibdən böl 1'ə vur 100'ə, bu da cavabındır. Baxırıq növbətiyə. Deyir, turşunun dissosiasiya dərəcəsi 2% olduqda alfa bərabərdir 2'yə. Deyir, 0,5 mol bu məhlulda əmələ gətirdiyi, tamam. Bu deməli 0,5 molunun 2% dissosiasiya eləyibdir. Qoy görək nə qədərdir? 0,5'ə vurub böləcəksən 100'ə. Sonra bu bizim dissosiasiya etmişin sayıdır. Sonra bu tapdığı gətirib bunun üzərinə yazacaqsan. Bax, bunun üzərinə yazacaqsan. Bunun əmələ gətirdiyi iyon da bilirsən ki, 2 dənə iyondur da. Biri H müsbətdir, biri də CH3 COO mənfidir. X mol iyon əmələ gələr. Gözüm gör ki, 2 vurulsun 6,2 əmələ gəlir. Çünki bir dənə H, bir dənə bu. Burada da 1 mol yazacaqsan. Bu sirkə turşusunu da yazmadım da. Bu maddəmiz burada. Bu da 1 moldur. Gör. Həmən buradan tapdığın ədədi apar burada sirkə turşusu üzərinə yaz. Həmən aldığın x ise 1'e ise 2 vurulsun 6,2 vur 10,23 yazasın. Çətin bir şey yoxdur. Ardınca baxırıq. 2 mol kaliumnot suda həll edildikdə. Bax, suda həll ediblər. Deməli, ümumi bərabərdir 2'yə. A mol iyon əmələ gəlibdir. Kaliumnot dissosiasiya edir. Kalium müsbət üstə gələ NO3 mənfi. Buradan əmələ gəlibdir A mol iyon. Kation anion demir deyə elə ikisi bir yerdə götürürük. Deyir, dissosiasiya dərəcəsini tap. İndi A mol iyon əmələ gəndə qoy görüm neçə molu dissosiasiya edibdir. 1 molu dissosiasiya edəndə biri burada, biri burada. 2 mol iyon əmələ gəlir. Deməli, dissosiasiya etmişi A-nı böldüm ki, bu elədir 0,5 A. Və ümumi nə qədərdir? 2 idi. 0,5 A-sı dissosiasiya edibsə, 0,5'i bölürəm 2'yə, bu deyilir 0,25, vururam 100'ə, 0,25 A eləyəcək. Cavab eləyəcək Y variantı. Bildiniz necə? Dissosiasiya etmişini tapdım buradan. Baxın, A mol iyon əmələ gələn zaman qocum nə qədər dissosiasiya edib? Gözüm gör 1 mol dissosiasiya edəndə 2 mol iyon əmələ gəlir. Vəssalam, bu 4-cü qrupun qəbuluna düşmüş sualdır. Çətin bir şey yoxdur. O birisi də eyni qayda, eyni yoldur. Eyni qayda, eyni yoldur uşaqlar. Fikir verək. Bax, bu suda hələ bu ümumisidir 1 mol. A mol iyon əmələ gələndə alüminium xlorür dissosiasiya eləyir.
alüminium 3 müsbət, üstə gələ 3 xlor mənfi. Deyir, bu zaman cəmi A mol iyon. Bax, buraya yazasa A mol. Bura qoy görüm neçə molu dissosiasiya eləyib. 1 mol dissosiasiyasında 1 alüminium, 3 dənə də xlor. 4 iyon əməcək. A-nı böləsən 4-ə, tapdığın cavabdır. Yəni 1-i böldüm 4 ilə də 0,25A, 0,25A. Bu dissosiasiya etmişidir. Bu isə ümumisidir. Dissosiasiya etmiş 0,25A-nı bölürəm 1-ə, vururam 100-ə. Bu da eləyir 25A. Növbəti 25-ci sualımıza baxırıq. Deyir, tam dissosiasiya zamanı əmələ gələn iyonların mol sayı. Kation A-dır, anion 3A-dır. Bu nə deməkdir? Anionu kationdan 3 dəfə çoxdur. Kation 2-dir, anion 1-dir. Kation 1-dir, anion 2-dir. Bir dənə kation, bir dənə anion var. Bir dənə kation, 3 dənə anion var. Aha, çünki birinin səri müsbət olur, ikinin səri mənfi. 2 kation, 3 anionun var. Çünki metal müsbət olur, digər tərəf mənfi olur. Baxaq növbətiyə. Deyir, dissosiasiya dərəcəsi 80% olan alfa bərabərdir 80%. Deyir, 2 mol kalsium nitratın suda məhlul üçün hansı ifadələr doğrudur? Aha. 2 mol kalsium nitratın 80% dissosiasiya eləyibsə, 2-ni vurdum 80-ə, böldüm 100-ə. Neçə elədi? 1,6. Düzdür. İndi 1,6 mol kalsium nitrat üçün görək hansı ifadələr doğrudur? 1,6 mol kalsium NO3 2 dəfə yazıram. Heç dissosiasiyasını yazmıram. Deyir, 1,6 mol kalsium iyonu var. Kalsium 1-dir, əmsalı 1,6-dır. Bəli, bu doğrudur. 1,6 mol NO3 mənfi iyonu var. NO3 mənfi iyonunun sayı 2-dir. Vurdum əmsalına 1,6-ya, bu 3,2 elədir. Səhvdir. İyonların mol sayı 1 dənə kalsium var, 2 dənə NO3 var, 3-dür. Vurdum 1,6-ya, bu da elədir 4,8. Bu da doğrudur. Doğru cavab olacaq nə? A variantı olacaq. Bu qədər sadə və bəsitdir. Keçin növbəti sualımıza. Deyir, suda məhlulda maqnezium xlorunun duzunun dissosiasiyası qrafikindən silsən, duzun dissosiasiya dərəcəsini tap. Mən bilirəm ki, maqnezium xlor dissosiasiya eləyən zaman uşaqlar. Nə görürəm? Maqnezium 2 müsbət, üstə gələk 2 xlor mənfi. Və biz buradan görürük ki, qrafikdən daha çox mol sayı olan 16 mol. Nəyə məxsus olacaq alınanlardan? Biri alınan bu qədər moldur iyonun. Digər molu isə iyonun 16 mol. Mən görürəm ki, bir dənə maqnezium alınır, 2 dənə xlor. Molu çox olan xlor olur. Deməli, bu 16 mol xlora məxsusdur. 16 mol. Deyir ki, dissosiasiya dərəcəsini tapın duzun. Qoy görün nə qədər dissosiasiya eləyib. 1 mol dissosiasiya eləyəndə 2 mol xlor əmələ gəlir. X-ə 16 isə 1-ə 2-dir. Tapdım ki, dissosiasiya etmiş 8 dənədir. Götürmüşdüm neçə mol, reaksiya girən demişəm həmişə yuxarıdan aşağıya düşəndir. 10 mol. 8-indən, daha sonra 10-undan 8-i dissosiasiya eləyibsə, bu neçə faiz eləyəcək? 80%. Bəs tamam, cavab o cavab variantı. Keçək növbətiyə. Deyir, məhlulda 1 mol dissosiasiya etməmiş. 1 moldur. Deyir, H2X və 6 mol H2X-da deyir 6 mol H iyonu var. Üzr istəyirəm. H2-nin yerinə X2 yazdım. H2X-da deyir 6 mol H iyonu var. Mən də gözüm görür ki, 2 dənə H iyonu var. 6 mol olması üçün bura nə yazmalıyım? 3. Deməli, 3-ü dissosiasiya edib ki, biri də dissosiasiya etməyib. Başlanğıcı, yox, mənim başlanğıcı istəmir. Deyir, dissosiasiya dərəcəsini. Vəssalam, başlanğıcı nə qədərmiş? 4 mol ümumi. 4 moldan neçə molu dissosiasiya edib ki, 6 mol H müsbət iyon əmələ gəlibdir? 3 molu. 3-ü böldüm 4-ə, vurdum 100-ə. Neçə elədi? 75%. Vəssalam. Kesin növbəti. Görək nə deyir? Deyir ki, bunu elədik. Deyir ki, 100 ml 0,2 m və 200 ml 0,2 m məhlulları qarışdırılıb, 300 ml məhlul alınıbdır. Üçüncü məhlulda hansı iyonların qatılığı bərabər olar? Aha. Mən baxıram ki, deməli, 100 ml
məhlulla, millilitr məhlulla, bir də üzr istəyirəm, 200 millilitr məhlul qarışdıranda 300 millilitr məhlul əmələ gəlib. Aha. Deyir, hansı məhlulda, yəni qatılıq bərabər olar? Gəlin indi baxaq. Görək, burada mənə verib V 0,1 litr, S-ni verib 0,2. Onda nüy maddə miqdarı, maqnezium xlor 2 mol miqdarı nə qədər eləyər? 0,1-i 0,2-yə vuranda bu eləməlidir 0,2. Aha, 0,2 mol. Sonra ardınca baxıram. Bunun V-sini veribdir 0,2, 200 millilitr, 0,2 litr deməkdir. S-ni də verib 0,2. Nüsü nə qədər olacaq natrium 2SO4-ün? 0,2 0,2-yə vuranda 0,4 eləməlidir. Səhv etmirəmsə 0,4. Aha. Üçüncü məhlulda hansı iyonların qatılığı bərabər olar? Mən görürəm ki, 0,2 mol maqnezium xlor 2 ilə qarışdırılıbdır 0,4 mol natrium 2SO4. Deyir, hansıların qatılığı bərabər olar? Siz buradan nə görürsünüz? Biz buradan görürük ki, gəlin mollara baxaq. Mollara baxsaq, diqqət eləsəz, uşaqlar, biz nə görə bilirik? Maqneziumun molu 0,2 eləyəcək 1-ə vuranda. Xlor 0,2-ni vurdum 2-yə, 0,4 mol xlor var. Bəs burada 0,4-ü vurdum 2-yə, 0,8, 0,4-ü vurdum SO4-ün sayı 1-ə, 0,4 mol. Deməli, xlor iyonları ilə SO4 iyonlarının molu bərabərdirsə və məhlulun da həcmi hər ikisi üçün, yəni cəmi məhlulun həcmi 300-dürsə, biz artıq burada bilirik ki, S bərabərində nü bölünsün V düsturuna görə qatılıqları da eyni olacaq və cavab olacaq A variantı. Bu qədər sadə və bəsit. Kesin növbətiyə. Baxaq. Deyir, məhlulda NO3 iyonların qatılığı A-A-A-dır. C də bərabərdir nü bölünsün V düsturu deyil. Həcmlər konstantdır. Bax, görürsünüz, üçündə də eynidir. Onda qatılıq eynisə mollar da eyni olmalıdır NO3-ün. Görürüm NO3-ün molu 2-dir, 3-dür, 3-dür. Onda 2-3-ə ortaq rəqəm 6 götürürəm. Bura 3, bura 2, bura 2 yazaram. Oy, üzrsən, bu 3 deyir ki, bu 1-dir. Görmədi. Aha, mən görürəm ki, birincə 2-dir, 3-dür və NO3-ün də sayı 1-dir. 2, 3-ə və 1-ə ortaq rəqəm 6 götürürəm. Bura 3 yazıram, bura 2 yazıram, bura nə yazacam? 6 mol yazacam. Və katyonların qatılığı deyəndə kalsiumun moluna say. Bax, 1-i vurdum 3-ə 3 mol. 1-i vurdum 2-yə 2 mol. 1-i vurdum 6-ya 6 mol. Deməli, bu daha böyükdür, ən az budur. Bu isə orta rəqəm olacaq. Yəni Z böyükdür X-dan. Z böyükdür X-dan hardadır? Bu cavab Bakı variantı olacaq. Gördünüz? Sonra ardınca baxaq. Bu birisi eynidir. Burada da xlor iyonları deyir. Nədirsə? Eyni qayda, eyni yoldur. Bir dəqiqə uşaqlar. Axırıncısı neçə idi? 31 başa saldım da. 31. Yox. Bir dəqiqə. Bu buydu. Oy. 32'ye keçirik. Necə dəqiqə uşaqlar. Mən bunu görüm kəsə bilərəm belə. Bunu da belə. Aha. Əla. Artıq bunu da bacardıq. Aha. Deyir ki, uşaqlar, görək nə deyir? Bir dəqiqə. Böyütmək istəyirəm. Ona görə belə olur. Bu da eynidir uşaqlar. Məhlulların həcmi eynidirsə, həcmlər eynidirsə, katyonların da qatılığı eynidirsə, katyon budur. Ferrum 1-dir, 1-dir, 2-dir. 1, 1, 2-yə uyğun 2 götürərəm. 2, 2, burada 1 mol. Anyonların qatılığı 2-yi vurdum 2-yə, bura elədi 4. 2-ni vurdum 3-ə, elədi 6. 1-i vurdum 3-ə, bu da elədi 3. Rəqəmə uyğunlaşdırın. Keçdik növbəti məsələmizə görə bu məsələdə nə deyir uşaqlar?
Deyir ki, Kuprimenot 3 dəfə. Aha. Həzmi V1-dir. Ferminot 3 dəfənin həzmi V2-dir. Qatılığı 1.2-dir, 0.6-dır. Alfa 100 olduqda məhuldakı NO3 ionlarının qatılığı. Deməli, kuprium NO3 2 dəfə dissosiasiya eləyəcək. Kuprium 2 müsbət, üstə gələ 2 NO3 mənfi. Ferrum NO3 3 dəfə dissosiasiya eləyəcək. Bizə dəqiqə, hə. Ferrum 3 müsbət, üstə gələk 3 NO3 mənfi. Niyə qalınlaşdı? Neyse. Aha. Mən görürəm ki, həcmi verilib, həcm verilibdir, qatılıq verilibdir. C bərabərdir, nü bölünsün V düsturundan molun tapmaq üçün C-sini 1.2-ni vurdum V1-ə. Oldu. Kuprimenotun molu 1.2 V1. Dəmiri də tapıram, ferminot NO3 3 dəfənin də tapıram. Deməli, nü bölünsün V düsturundan hesablayıram. Və burada görürəm ki, 0.6-nı vuram V2-yə, bu da elədir 0.6 V2. Aha, bu da öz yerində. Deyir, NO3-ün cəmi qatılığı 2-yə bərabərdir. Qoy görüm neçə mol NO3 əmələ gələr. Gözüm görür 1 moldan 2 mol əmələ gələr. Buradan tapıram NO3-ün mol miqdarı nə qədər? 2.4 V1. Aha, bu 1. 0.6-ya qoy görüm neçə mol NO3 əmələ gələr. 1 mola isə 3 mol əmələ gələr. Bu da elədir 1.8 V2. Aha, indi mən, bax, diqqətli olaq, V1-in V2-yə nisbətini istəyir məndən. Aha. Mən də burada molu tapmışam. C də bərabərdir. Nü bölünsün V düsturu var. Düzdürmü? NO3-ün cəmi qatılığı 2-dir. 2 bərabərdir. Nü molun birini 2.4 tapdım V1. Birini 1.8 tapdım V2. Toplayacağım. Çünki cəmi deyir. Həcmlər də olanda. Burada isə həcmlər. Bax, burada nülər toplanır. Burada həcmlər toplanır. V1 üstə gələ V2 yazacağım. Son variantda burada V1-in V2-yə nisbətini bu düsturdan hesablayıb tapacaq. Vəssalam. Gördünüz? Buradan V1 bölünsün V2-ni tapırsınız. Baxaq növbətiyə. Deyir, hansı duz məhlullarındakı kation anyona deyir bərabərdir. Bir dənə kalium, bir dənə NO3 var. Bir dənə sink, bir dənə SO4 var. 2 dənə dəmir, 3 dənə SO4 var. Yox, burada anion çoxdur. Çünki 3 dənədir. 3 dənə kation, bir dənə anion var. Bu səhvdir. Hansı duzdan suda məhlulunda da deyir, anionun sayı kationdan çox olur. Anion ikinci tərəfdir. Burada bir dənə PO4 var, 3 dənə natrium var. PO4 kation daha çoxdur. Bir dənə SO4'ün var, 2 dənə kalium var. Burada da kation çoxdur. Bir dənə sinkin var, 2 dənə xlorun var, anion çoxdur. Bir dənə kalsium var, 2 dənə NO3 var, anion çoxdur. Kesin növbətiyə. Görün növbətdə nə deyir? 36-ya baxırıq. 36-da deyir, natrium 2SO4 mol miqdarı 2.5-dir. Dissosiasiya dərəcəsi bu qədərdir. Əmələ gələn natrium müsbət ionların mol miqdarını hesablayın. Deməli, 2.5-in 80% dissosiasiya eləyəcək. O görə bu nə qədər eləyir? 2.5-i vurdum 80-ə. 2.5-i vurdum 80-ə. Böldüm 100-ə. Bu elədi 2 mol. Deməli 2 mol natrium 2SO4 dissosiasiya eləyəndə əmələ gələn natrium ionunu istəyir. 2 natrium müsbət alınacaq. SO4-ü yazmıram. Gözüm görür 1 mola 2 mol alınır. Qoyum neçə mol alınacaq belə. Vəssalam, bu da sənin cavabındır. 2 mola x mol, 1 mola isə 2 mol natrium əmələ gəlir. Keçdik növbətiyə. Deyir, qatılığı C bərabərdir 0,4. Kalium 2SO4 məhlulunda deyir, neçə millilitrində 0,2 mol kalium müsbət ionu vardır. Neçə millilitrində V-ni istəyirsənə və 0,2 kalium müsbət ionu vardırsa, baxın uşaqlar, kalium 2SO4 dissosiasiya eləndə 2 dənə kalium müsbət ionu əmələ gətirir və əmələ gətirən kalium müsbət ionu 0,2 moldur. Qoy görüm bunda neçə molu dissosiasiya eləyib. Gözüm görür 1 mola 2 mol kalium əmələ gəlib. Buradan tapdım bunu 0,1. 0,1 mol. C də bərabərdir nü bölünsün V-dən. V-ni tapmaq üçün nü bölməliyəm C-yə. Nü tapdım 0,1. Bölürəm C-yə 0,4. Deməli 0,1-i böldüm 0,4. Bu deyilir nə qədər? 25. 0,25.
neçə millilitr dediyinə görə 0,25-i də vurursan 1000-ə. Bu da eləyəcək nə qədər? Diqqətli olun ha burada. 250. Cavab kartında 0,25 yazsan, bir dənə riyaziyyata görə yandıracaqsan. Bu da belə. Bu da eyni şeydir uşaqlar. Eyni məsələdir deyə yazmıram. Baxın, eyni yoldur, eyni qaydadır. Eyni şeydir. Yox, eyni deyil, üzürsün. Baxaq. Görək nə deyir? Deyir 200 millilitr V bərabərdir 200 millilitr. Bunu litrə çevirirəm 0,2. Deyir brom iyonunun molar qatılığı S bərabərdir 0,4-dür. Demək, kalsium brom 2. Dissosiasiya eləyir. Kalsium 2 müsbət, üstəgələ 2 brom mənfi. Onda 200 millilitr məhlulda bunun qatılığı 0,4-dürsə, gəlin molunu tapaq. Nü bərabərdir S vurulsun V-yə, bromun molunu tapıram. 0,4-ü vururam 0,2-yə. Bu da elədir 0,08. Gətirirəm, yazıram üzərinə 0,8 mol. Deyir, neçə qram kalsium brom 2 var? 200-də isə 2 mol vardır. Və salam. Deməli, 200-ü vurdum 0,8-ə, böldüm 2-yə. Omeqanda, daha sonra alfanda 100 verdiğince vur 100 bölü 100, onsuz da cavablar eyni çıxır. Cavabımız olacaq 38-də neçə? 8 olacaq. Kestim növbətiyə. Seksin zaten verdik bir dəqiqə. 38. Görün bu hansıdır? Yox, bu deyil. Aha. Deməli. Bir dəqiqə uşaqlar. Üzr istəyirəm. Deməli, düz saxla şəklində kəsmə. Bir dəqiqə. Aha. 39-a keçirik. Gör 39-a nə deyir? Deyir, dissosiasiya dərəcəsi 40%-dir. Alfa bərabərdir 40%. Ardınca neçə mol X2SO4 suda həll edilmişdir? Bax, dissosiasiya eləyən, əmələ gələn iyonu X iyonu 0,4-dür. X2SO4 dissosiasiya eləyəcək. 2X müsbət, üstəgələ SO4 2 mənfi. Və burada 0,4 mol X əmələ gəlibdir. Qoy görüm neçə mol X2SO4 dissosiasiya eləyib. 1 mol isə 2. Dissosiasiya etmiş, tapdım ki 0,4-ü böldüm ki 0,2. Onda ümumiyini də tapmaq üçün alfa bərabərdir. Dissosiasiya etmiş, bölünsün ümumiyə, vurulsun 100-ə. Və salam uşaqlar. Dissosiasiya etmiş 0,2-dir. Böləsən 40%-ə, vuracaqsan 100-ə ki, ümumini tapasan. Növbət də bundan eynidir. Keçdik növbəti. Eyni həll eləməksizlikdir. Baxaq. Deyir, hər iki duzun dissosiasiya dərəcəsi 100% olarsa X-i hesablayın. Mən nə görürəm burada? Alta müzdəki vuronsuz 23-ü mola çevirəndə elədi 10 mol. Deməli, mən burada 0,5 mol kupraminoiddə 0,5-i vuranda 2-yə, bu elədi 1 mol NO3. Deməli, 10 mol eləməsi üçün bura neçə mol olmalıdır? 9 mol. Burada da görürəm ki, nağdı 3 molu var da. Onda burada X-in qiyməti nə olmalıdır? Neçə mol olmalıdır? 3 mol olmalıdır. Başa düşdük. Bax, sadədir. Bir də deyirəm. Bir dənə baxın. Ola bilər ki, riyaziyyatda baxın. 6,2 vur 10. Bax, bu ikisinin qarşılığında aldım. 6,2 vur 10, 23 vuraq 10, 24. 6,2 vur 10, 23-ə böldüm. Elədi 10 mol. Burada NO3-ün molunu tapanda 0,5-i, yəni əmsalı 0,5-də bax, 0,5-də. Vurdum 2-yə elədi 1 mol. 1 molla neçə mol toplasam 10 mol eləyər? 9 mol. 9 olması üçün 3-ü buradadsa, bura neçə mol yazsam? 3 mol. Növbətiyə baxırıq. Deyir ki, 29,8 qram X-xlor duzu suda tamamilə dissosiasiya etdikdə əmələ gələn iyonların mol miqdarının cəmi 0,8-dir. X-xlor duzunun bu adidir.
X xlor dissosiasiya eləyibdir. X müsbət üstəgələ xlor mənfiyə. Deyir, bu zaman əmələ gələn iyonların mol sayı 0,8 moldur. Bu da görürəm 1 mol, 1 mol topladım. Neçə moldu? 2 moldu. 29,8 qramı dissosiasiya eləyibdir. Burada qram yazmaq üçün bura nə yazacaq? Emir. Buradan emiri tap. X üstə gələk 35,5. Emirini elə istəyir. Üzr istəyirəm. Elə biləm X-in ayrını istəyir. Və sən tapdığın cavab səninkidir. Keçdik 43-ə. Görək 43-də nə deyir? Deyir X, Y2 maddəsinin 400 ml məhlulunda. Deməli, V bərabərdir 400 ml. Bunu da litrə çevirirəm 0,4. Çünki niyə millilitrini istəmir? Deməli, Y-in mol miqdarı, fikir ver. Y-in mol miqdarı 0,8-dir. Bax, 2-ni neçəyə vurublar 0,8 alıblar? 0,4-də. Nü də bərabərdir 0,4. Deyir, qatılığı tapın. S də bərabərdir nəyə? Nü bölünsün V deyil. Nü bölünsün V-dən hesablar. 0,4-ü böldüm 0,4-ə. Bu da elədir. Neçə mol? 1 mol. O birisi də bundandır. Eynidir. Keçdik bura 45-ə. Deyir, həll olmuş mol miqdarı 5-dir. Yəni, ümumi bərabərdir 5-ə. Alfa 60 dərəcə etməmişi tap. Alfa bərabərdir 70 bölünsün. Ümumi vurulsun 100 deyil. Buradan 70-i tap. 5-i vurdum 60-a, böldüm 100-ə. Tapdım ki 3. 5-indən 3-ü dissosiasiya eləyib. Neçəsi etməyibdir? 2 dənəsi, vəssalam. Keçdik növbətiyə. 46-ya. Deyir, suda məhlulda 1 mol dissosiasiya etməmiş. Etməmiş 1 moldur. Suda məhlulda 1 mol dissosiasiya etməmiş XOH2 da 3 mol X2 müsbət yonu düşüb. Bax, XOH2 dissosiasiya eləyəcək X2 müsbətə. Düzdür. 3 mol düşübsə, deməli əmsalı 3 imiş də. Bildiniz nə mənada? Bax, XOH2 dissosiasiya eləyəndə X2 müsbət. Üstə gələk 2OH mənfi eləməyəcək. Əgər bu 3 mol imişsə, bura görüm neçə mol dissosiasiya eləyib. Yəni, A mol yazaq da X yazında qarışır. 1 molu isə 1 mol alınmır. Görsənmi 3 mol olmalıdır. Bu da riyaziyyatda mən bunu yazmadan elə maddənin tərkibinə baxıram ki, X-in bir dənədirsə, 3 mol olması demək 3 moldur. Elektrolit məhlulda dissosiasiya dərəcəsini tapın. Deməli, bu 3 molu dissosiasiya edib. Dissosiasiya edib. Etməmişi də 1-dir. Onda cəmi nə olacaq? 3 üstə gələ 1 elədi 4. Onda dissosiasiya dərsi tapmaq üçün 70-i böldüm, cəmiyə vurdum 100-ə. Neçə elədi? 75%. Keçdik növbətiyə. O birisi də eynidir məncə. Yox, eyni deyil. Deyir, dissosiasiya dərsi 80% olan XN, YO4, M. Dissosiasiya eləyəcək. N dənə X, M dənə YO4. Heç başdan yazmasan da olar. M müsbət yazılmalıdır. Burada M mənfi. Deyir, 2,5 molun dissosiasiyasından. Deməli, 2,5-in 80% dissosiasiya eləyib. Bu elədi 2 mol. 2 mol dissosiasiya eləyəndə deyir ki, bir yerdə 4,816 vurulsun 10 üstü 24 sayda iyon əmələ gəlir. En üstə gələ M-i cəmini tapın. Bura 1 moldu gözüm görür. Burada iyonların sayı nə olacaq? N-dir, burada M-dir. N üstə gələ M. Cavabım 10 üstü rəqəmlə verilib deyə 6,2 vur 10 üstü 23-ə vururam. Burada N üstə gələ M-i tapırıq. Birinci qrupun qəbul sualıdır. Bu da belə. Keçdik növbətiyə. 48-ə. Deməli, 48-ci sual uşaqlar mənim qəbul sualımdır. Dövlət İmtahan Mərkəzinin eksperti olaraq qəbula yazdığım sualdır. 2023-cü ildə qəbula düşübdür. Yəni, öz sualımdır. Bircə dəqiqə. Necə eləyim? Düzaqlı şəkildə kəsmə. Belə eləyək. 53 dənədir deyəsən cəmi. Artıq bitiririk. Geçirik. Oy. Deyir ki, görək nə deyir.
X brom 2 vermişəm testdə. Təbii ki, bu dissosiasiya eləyəndə X 2 müsbətə, üstəlik elə 2 brom mənfiyə gedəcək. Suda məhlulun həcmi vermişəm bunun 0,5. Qatılığında 1 vermişəm. S bərabərdir. Nü bölünsün V düsturundan deyirəm ki, bu uşaq burada nünü tapsın. 0,5'i vurdum 1 elədi 0,5 mol. Deyir 0,5 mol. Aha. 0,5 molunu suda həll eləmişəm. 20% dissosiasiya eləyib. 0,5'i vurdum 20'yə, böldüm 100'ə. Deməli, 0,5'i vurdum 20'yə, böldüm 100'ə. Tapıram ki, 0,1 molu dissosiasiya eləyib bunun. Deyir, bu zaman neçə mol mən qrafikən ona vermişəm ki, uşaq baxsın ki, mən istəyirəm ondan nəyi? Neçə mol bromiyon əmələ gələr? A mol. Gözüm görür ki, 1 mol isə 2 mol əmələ gəlir. A-nı tapırıq nə qədər? 0,2. Bunun analoqu hələ ki düşməyibdir. Bunun analoqu da var. Növbətiyə baxırıq. Deyir, 250 ml miski nitrat məhlulunda kuprum iyonların tam çökdürmək üçün 1 mol natrium hidroksidu sərf olmuş. Miski nitrat məhlulunda kuprum 2 müsbət iyon molyar qatılını tap. Deməli, məhlulu veribdir 250 ml və cavabım da litrlə istədiyi böldüm 1000'ə. Deməli, 250'ni böldüm 1000'ə. Belədi 0,25. 0,25 litr. Ardınca bir dənə uşaqlar, üzr istəyirəm, mən bir dənə səs yazım. Bir dənə üzr istəyirəm. Çünki fotovot. Mali üzrlü say, mən video çəkirəm. Bir 5-6 dənə testim qaldı. İzah edim, düşəcəm aşağıya, tələsmə. 20 dəqiqəyə. Hə, ardınca. Deyir, kuprum NO3 2 dəfənin üzərinə gəliblər natrium OH. Buradan alınacaq kuprum OH2 çökəcək. Üstə gələk natrium NO3 alınacaq. Mənə heç bu lazım deyil. Bura bir dənə 2, bura bir dənə 2 düşür. Yəni mənə bu hissə lazım deyil. Bax bura. İndi mən nə edirəm? Deyir ki, 1 mol natrium OH, deyir miski nitrat məhlulunda kuprum NO3 bundan söhbət gedir. Heç mənə bu tərəfdə lazım deyil. Hələlik ki, prosta əmsallaşdırmaq üçün lazım oldu mənə. Deməli, görün burada neçə mol kuprum NO3 lazımdır. Üzr istəyirəm. X mol. Gözüm görür 1 mola 2 mol lazımdır. X-i nə tapdım? 0,5 mol. 0,5 mol, bax 0,5 mol. Kuprum NO3 dəfənin içərisində nə qədər kuprum var? Biri vurdum 0,5 elədi 0,5. Onda qatılığı da tapmaq üçün 0,5'i bölürəm 0,125'ə. S bərabərdir nü bölünsün V deyil. V-ni də verib də mənə. Bu da sənin cavabındır. Keçsin növbətiyə. Keçsin növbətiyə. Deyir, qrafik əsasən duzun dissosiasiya dərəcəsini hesablayın. Gəlin baxaq uşaqlar. Kalsium xlor 2 dissosiasiya eləyir. Kalsium 2 müsbət, üstə gələk 2 xlor mənfi. Və əmələ gələn xlor iyonu gözüm görür nə qədərdir? 4 moldur. 2 mol əmələ gələndə görüm neçə mol dissosiasiya eləyir və 1 mol. Buradan tapıram ki, X-im neçə mol dissosiasiya eləyib? 2 mol. Əvvəl götürmüşdüm nə qədər? 5. 2 molu dissosiasiya eləyib. Dissosiasiya dərəcəsi nə olacaq? 2'ni böldüm 5'e vurdum 100'ə. Elədi nə qədər? 40%. Bu da qəşəng sualdır, rahatdır. Yəni normal bir sualdır. Keçdik növbətiyə. Baxaq. Deməli, mənə verib natrium 2SO4 uşaqlar. Bir dənə üzr istəyirəm. Natrium 2SO4. Buradan alınacaq 2 natrium. Üstə gələk 1 dənə SO4. Sən şairsən deyə üstünü yazmaya bilərsən. Və natrium OH dissosiasiya eləyəndə alınacaq natrium müsbət, üstə gələk OH mənfi. Mənə nə deyir? Deyir 2,5 N natrium müsbət iyonu vardır. Amma SO4 iyonu N'dir. Mən görürəm bu birinci reaksiyada 1-də də 2-də də hər ikisində natrium var. Amma SO4 bir dənə buradadır da. N mol deməli məhluldan iyonlanacaq N mol SO4'dür. N mol SO4 isə deməli bunun əmsalı N imişdir uşaqlar. Bax. Niyə? N-ə X moldursa, 1'i isə 1 moldur. X-i tapdım N. Elə mən elə bunu getdim burada qəşəngcə elə qabağına yazdım. İndi baxıram bu biri tərəfə. Mən burada da deyirdi ki, natrium iyonlarının sayı. Bax, burada natrium iyonunun sayı nə qədərdir? 2N. Axı 2,5 olmalıdır. Nə qədər çatmır? 0,5 N-də bura düşəcək də.
ki 1'ə vuranda 0.5 n burada olsun, 2 n də burada olsun, toplayanda 2.5 olsun. Və mənə qarşıda maddələrin kütləsi deyir. Deməli bu n-dir, bu da 0.5 n-dir. Aha, hər iki maddə üçün. Və mən burada kütləsini tapa bilərəm. 142-ni vuracaqsan n-ə, bu sənə A verəcək. Burada da 40-ı vuracaqsan 0.5 n-ə, bu da sənə B verəcək. A-nın B-yə nisbətini tapasın. Bu qədər sadə və bəsitdir. Keçdim növbətiyə. Deyir ki, görək nə deyir? Deyir xn y o4 m dəfə y o3 üzürsəm. Bir dənə qoyun, yaxşı yazın bunu. Artıq fikrim getməkdə qalıbdır deyə. xn y o3 m dəfə. Deməli bu dissosiasiya eləyəndə n dənə x, m dənə y o3 əmələ gətirəcək. Üstəlik üçün yazmıram, buna n müsbət düşəcək, buna da n mənfi düşəcək. Deyir bu zaman 9,4 qramının dissosiasiya eləyəndə 0,5 mol x əmələ gəlir. 0,1 mol isə y o3 əmələ gəlir. Deyir duzun molar kütləsini tapın. Bax 9,4, 0,5, 0,1. Mən bunları adi rəqəmə gətirməliyəm. 0,5 ilə 0,1. Hər tərəfi nəyə vuraram? 2-yə vuraram. Düzdür? 9,4-ü vurdum 2-yə. Bura elədi 18,8. 0,5-i vurdum 2-yə. Bu elədi 0,1. Bunu da vurdum 2-yə, 0,2. Hər tərəfi sonra nəyə vuraram? 10-a vuraram. Deməli, bunun emeri 188-dir. 1 moluna da 2 mol düşür. Bax, 188 bunun emi oldu. 1 mol, buna qoyun sileyim. 1 mol bu alındı, 2 mol da bu alındı. Fikir verin. 1 mol bu alındı, 2 mol da bu alındı. Deməli, x, y, o3 2 dəfənin emerini nə tapdım? 188 tapdım. Başa düşdük. Molar kütləsini istəyir. Riyaziyyat yolunu həll edik. Hər şey gelir, riyaziyyata dayanır. Sonuncu sualında izahatını verim. Deməli, baxacağıq. Sıxlığı rho bərabərdir 1,4. Qram bölünsün millilitrlə verilibdir. 700 qram məhlulda m bərabərdir 700 qram. Cəmi 9,100. Aha, kalium 2SO4 dissosiasiya eləyəndə 2 kalium üstəgələ SO4 alınacaq. 2 mənfi, bu da müsbət. Deyir, cəmi bu 9,3 vuraq 10 üstü 23 sayıdadır. Gözüm də gör ki, burada 2 buradadır, 1 də burada 3 vurulsun 6,2 vur 10 üstü 23 budur. Bu görün bu neçə molu dissosiasiya eləyibdir. Bu da görün 1 moldur. Düzdürmü? Buradan x-i nə tapıram? X-i tapıram mol olaraq. Nəysə, buradan x-i tapırsınız moldur. Bununla bu sadəcə 1,5 düz dedim. Bir dəqiqə 9,3'ü böldüm 6,2'ye 1,5. Bunu da böləndə 3'ə eləyəcək 0,5 mol. Tapdım ki, bu məhlulda uşaqlar. Baxın. Deməli, nünü də tapmışam 0,5 mol. Mənə deyir, bunun molar qatılını hesablayın. Mən də bilirəm ki, S bərabərdir, nü bölünsün, V düstürü var. Ay mənim, axı bunun nüsü var 0,5. Bəs V-sini hardan tapaq? Sıxlıq verilib, qramı verilib. V bərabərdir nəyə? M bölünsün, rho düsturundan tap. Burada millilitrdir, diqqət elə. Gətirirsən burada da, həmən əvvəldə də yazırsan burada, cavabını tapırsan. Bu qədər uşaqlar.